Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 27-sində Sumqayıt Sənaye Parkında NUN MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub. Oxu.az Azərtaca istinadən xəbər verir ki, NUN MMC-nin təsisçisi Kamran Rızayev yaradılacaq müəssisə barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub. Almaniya texnologiyasından istifadə ediləcək müəssisənin illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 tondan çox təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub. Burada quraşdırılacaq avadanlığın idxal zamanı EDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır.